birdən-birə gəlib deməyəcək ki, mənə 200 manat. Gözəl adamın 200 manat yoxdur deyəcək. Bizim təqaüdçülər necə verə bilər bu pulu? Dünyanın bir çox ölkələrində psixoloqa müraciət etmək normal hal olsa da, ölkəmizdə bu hal hələ də birmənalı qarşılanmır. Kimi utanır, kimi mənim ehtiyacım yoxdur deyir. Bəs bu düşüncə hardan yaranıb? Psixoloq güclü deyil. Ona görə bəlkə gediblər, görürlər ki, heç xeyri yoxdur. Bəlkə ona görə elə deyirlər. Bəs sizcə bir seansa 200 manat vermək olar? Yox, yox. Çox bahadır. Bizim təqaüdçülər necə verə bilər bu pulu? Pensiyanı alan adam gedir aptekdən dərman alır. Dərman çox bahadır. Bəli, etmişəm. Elə öz bacım da psixoloqdur. Yəni psixoloqlar barəsində çox müsbət düşünürəm. Özümün də övladım var. Yəni müntəzəm olaraq onun bacımla da məsləhətləşirəm. Psixoloji bir dəstək alıram və yaxud da ki, bağçada özünün də psixoloqu var. Yəni çox müsbət baxıram. Bu dövrdə istər uşaqlar, istər elə özümüz böyüklər də məncə müraciət etməliyik. Bir seansa 200 manat vermək olar? O baxır da indi insanın öz durum vəziyyətinə. Məsələn, pul olan yerdə hər şey ola bilər. Əgər psixoloqdakı mənə elə gəlir ki, birdən-birə gəlib deməyəcək ki, mənə 200 manat. Gözəl adamın 200 manat yoxdur deyəcək, sən sağ, mən salamat. Psixoloqa müraciət edirsiniz. Əslində müraciət etməmişəm, amma məsləhət görərdim ki, əgər ehtiyac varsa müraciət etsinlər. Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızıya müraciət etdik. O bildirdi ki, son illərdə psixoloqa müraciətə münasibət xeyli dəyişib. Əvvəl 10 il bundan əvvəl psixoloqa getmək düzdür, qəbul olunmurdu. Ona dəli həkimi deyirdilər, hansısa bir psixoloji, ağır bir psixoloji durum kimi qəbul edilir. Amma bu gün psixoloq getmək, psixoloqa müraciət etmək normaldır və ağır depressiyalarda, ümumiyyətlə posttraumatik depressiyada, xaosda, düşüncədə falan da xaosda psixoloqa getmək normal sayılır. Psixoloqun qəbulun qiymətləri fərqlidir. Hər bir psixoloqun özünün qəbul qiyməti var və bunu ümumiyyətlə dünyada, belə bir şey deyim sizə, dünyada psixoterapiya, psixoloq qəbulu, yəni ən lüks bir müalicə hesab olunur. Və bu heç bir sığortaya da hətta daxil olmur. Ona görə də psixoloq qiymətləri haqqında demək, yəni bu biraz fərdi məsələdir. Fərqanə Mehmanqızı onu da qeyd etdi ki, psixoterapiya insanın özünü daha yaxşı tanımasına, problemlərlə sağlam mübarizə aparmasına və həyat keyfiyyətinin artmasına kömək edir.